Salam uşaqlar, hədəf kursları 9 noyabr 11-ci sinif buraxılış sınavının izahını eləyəcəyik. Birinci sualdan başlayaq. 61-ci sualda deyir ki, əbob 170-90 toplansın, əbob 134-135-i hesablayaq. Sadə bir sualdır. Deməli, 170 ilə 90-ı vuruqlara ayırsaq, 170-i vuruqlara ayıranda 17, 2, 5, 90-ı vuruqlara ayırsaq, 3, 3, 2, 5 olur. Balacadan böyük yazaq. 2, 3, sonra yenə 3, sonra 5. Və buradan ortaq vuruqları seçsək, görəcək ki, ortaq vuruqlar yalnız 2 və 5-dir. Və burada əbəb olacaq 10. Digər ifadədə isə 134 ilə 135 ardıcıl ədədlərdir. Ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər həmişə nə olur? Qarşılıqlı sadə olurlar. Qarşılıqlı sadə ədədlərin isə əbəbu 1, əkobları isə hasilə bərabərdir. Əbəbu soruşursa 1. 10 ilə 1-i toplayıb cavabı 11 yazırıq. Keçək o bir sual. Modulda müsbət ədəd görəndə cavab özü, yəni olduğu kimi, mənfi ədəd görəndə isə verilən cavabın əksi çıxır. Yəni biz modulun içində müsbət ədəd yazıb, yoxsa mənfi ədəd yazıb ona baxmalıyıq. Kök altında 7 toplansın ki, müsbət ədəddir. Amma 2 çıx kök altında 7 isə 2 kökdə 4 olduğundan, kökdə 4-dən kökdə 7-dən çıxmaq, kökdə 4-dən kökdə 7-dən çıxmaq mənfi bir cavab verir bizə. O zaman bu gördüyümüz ifadənin moduldan əksi çıxmalıdır. Bu ifadə isə müsbət olduğundan moduldan elə olduğu kimi çıxacaq. Yəni bu ifadənin cavabı olacaq kökdə 7 toplansın 2. Bu ifadənin cavabı isə burada görülən ifadənin əksi. Yəni kökdə 7 çıxılsın 2 olacaq. Arada toplama varsa araya toplama yazaq. 2-lər islah getsin. Cavab da 2 kökdə 7 etsin. Cavab E variantı. 63-cü sualda deyir, verilən ədədlər üstündən neçəsi qarşılıqlı tərs ədədlərdir. Birinci variantları belə çıxaq. Qarşılıqlı tərs ədədlər eyni işarəli olmalıdır. Yəni tərs ədədlər A böl B və B böl A şablonunda olan ədədlərdir, ya da hasili 1 olan ədədlərdir. Və bu ədədlər biri müstətir mənfi ola bilməz hasili 1-dirsə. Yəni ikinci variantı çıxa bilərik. Sonra digər variantlara baxanda isə hasili 1 olan variantları seçək. Məsələn, 4 ilə 4-də 1-in hasili 1-dir. 0,8-i 0,2-yə vuranda 1 edirmi? Yox. 3 yox. 2-ni də seçməmişdik. 17 ilə 7-də onun hasili 1 edirmi? Edir. Kök 2 çıx 1, kök 2 topla 1-in hasili 1 edirmi? Yoxlayaq. Kök 2 çıx 1, kök 2 topla 1 kvadratlar fərqi ilə hesablanacaq. Yəni A çıx B vur A üstə gəl B, A kvadrat çıx B kvadrata bərabərdir. Əgər bunlara hasil tapsaq 2 çıx 1 bərabər 1 edir. Yəni bu da tərs ədədlər tutu ola bilər. Və bu verilənlərdən 1, 4, 5, yəni 3-ü tərs ədəddir. Bu sualda müxtəsər olma tutunun köməkçisindən istifadə edəcəyik. X kvadrat topla Y kvadrat üçün 2 dənə düstur var idi. X topla Y-in kvadratı çıx 2xy və X çıx Y-in kvadratı topla 2xy deyə 2 dənə düstur var idi. Əlimizdə X çıx Y olduğundan biz də X çıx Y-li düsturdan istifadə edib yazacağıq ki, X çıx Y-in kvadratı, yəni 6-nın kvadratı toplansın 2xy, yəni 2 vurulsun 12 bərabərdə 60. Yəni cavab D variantı. Kəsirlərdən hansılar sonlu onluq kəsir şəklində göstərilə bilər? Sonlu onluq kəsir şəklində göstərilə bilib-bilmədiyini yoxlamazdan öncə kəsirlərin tam ixtisar olunmuş olmağına baxmalıyıq. Bu tam ixtisar olunub, bu da olunub, 4-də də tam ixtisar olunub. Burada tam ixtisar olunmayıb. 5-cini tam ixtisar edək. Elə kənarında yazaq. Bərabərdir 7-də 2. 75-də 18 də tam ixtisar olunmayıb. Bunu da tam ixtisar edib. Neçə ixtisar apara bilərik? 3-ə ixtisar apara bilərik. 25-də 6. İndi kəsirləri araşdıra bilərik. Baxıram ki, məxrəcdə 40 yazılıb. 40-ı vuruqlara ayırsam 2 vur 2 vur 2 vur 5. Onluq kəsir şəklində göstərilə bilər. Göstərilə bilənləri dairəyə alacam. Bir dənə xatırlatma eləyək. Sonlu onluq kəsir şəklində göstərilə bilmək üçün məxrəc yalnızca 2 və ya 5 vuruqlarından ibarət olmalıdır. 2, 5-dən başqa vuruq olmamalıdır. İkinci kəsirin məxrəcində 15 yazıb. 15-ə vuruqlara ayıranda 3 vur 5 olur. 3 vuruq olduğu üçün bu onluq kəsir şəklində göstərilə bilməz. 2 xeyir. 3-də məxrəc 18-dir.
18 tam ixtisar olunmamışdı. Bayaq unutduq bunu ixtisar eləməyi. 6-da 1 olacaq tam ixtisar olandan sonra. Məxrəc 6-dır. Məxrəc 6, vuruqlara ayrılanda 6 vuruqlara ayrılanda nə olur? 2 vur 3 olur. 3 vuruğu var. Yenə bu onluq kəsr şəklində göstərilə bilməz. 4-cü sualda 4-cü variantda məxrəcə baxıram 20 yazıb. 20 vuruqlara ayırsaq 2 vur 2 vur 5. Ancaq 2 5 vuruqlarıdır. Göstərilə bilər. 5-ci variantda məxrəci vuruqlara ayırsaq elə 7 eləyir. 7 sadə ədəddir. Göstərilə bilməz. Yalnız 2 və ya 5 vuruqlar olmalıdır. 6-cı variantda 25-i vuruqlara ayırsaq 5 vurulsun 5. Onluq kəsr şəklində göstərilə bilər. Yəni onluq kəsr şəklində göstərilə bilənlər 1, 4 və 6. Yəni cavab B variantı. Muxtasar metodusundan istifadə edəcəyimiz başqa bir sual. İfadəni yıxsaq, yəni ifadə kökün içindəki ifadəni yıxsaq, x kvadrat çıx 14, x topla 49, 14 2 vur 7 49 isə 7-nin kvadratı olduğundan bu ifadə kök altında x çıx 7-nin mötərizə kvadratı olacaq. Topla kökün altında 5 çıx x-in mötərizə kvadratı. Bu ifadəni yazmazdan öncə buradakı kökün içərisində yazılan ifadənin müsbət olmağını nəzərə almalıyıq. Yəni 5 çıxılsın x müsbət yox, böyük bərabər 0. Çünki kökün içində mənfi ədəd yazıla bilməz. Ona görə 5 x böyük bərabər 0 olmalıdır. 5-i sağ tərəfə aparsaq, mənfi x böyük bərabər mənfi 5. Hər tərəfi mənfiyə bölüb işarəni döndərsək, x kiçik bərabər 5 olmalıdır. Bunu yadda saxlayaq. İndi davam edək məsələmizə. Bərabərdir. Kök altında x kvadratının cavabının modul x olduğunu bildiyimizdən, bu bir qaydadır. Buradakı ifadənin, ilk ifadənin cavabı modulda x çıxılsın 7 olacaq. Topla. Amma kök altda x-in mötərizə kvadratının cavabının x olduğunu bildiyimizdən kvadrat içəridə olanda cavab modul x, amma kvadrat çöldə olanda cavab sadəcə x olur. Ona görə bu ifadənin cavabı elə 5 çıxılsın x olacaq. Amma kvadrat burada içəridə olduğu üçün bu ifadənin cavabı modul x çıx 7 idi. İndi sağ tərəfə yenidən qayıdırıq. Baxırıq ki, x, buranı yenə çərçivəyə alaq. X 5-dən kiçik və ya 5-ə bərabər bir ədəddir. 5-ə bərabər və ya 5-dən bir kiçik ədəddən 7 çıxdığımızda cavab mənfi bir ədəd alınırmı? Bəli, mənfi bir ədəd alınır. Ona görə bayaq da dediyimiz qaydaya əsasən moduldan ifadənin əksi çıxmalıdır. Yəni x çıx 7-nin əksi çıxmalıdır moduldan. Yəni 7 çıx x. Sonra isə topla 5 çıxılsın x. O da bərabərdir 12 çıxılsın 2x. Belə bir variant varmı? Var, A variantı. Növbəti sualımız vuruqlara ayırma. Burada nə eləyə bilərik deyə bir baxırıq. 12 BS vuruğu görürəm. B-lər və C-lər görürəm. 64A kvadratını o zaman ayrı tuturuq. BS olanları birləşdirək. O zaman yazaq buradan, bir yerdən yazaq. 64A kvadratını 8A-nın kvadratı kimi yazaq. Sonra digər vuruqlardan mənfini önə alaq. Mənfini önə alsaq, mötərizə içərisində 4B kvadrat topla 9C kvadrat və çıx 12BC yaza bilərik. Bu da bərabərdir 8A-nın kvadratı çıx. İndi bu ifadəyə baxdığımızda 4B 2B-nin kvadratıdır. 12BC, onu yazmayaq, 9C 3C-nin kvadratıdır. 12BC isə 2B ilə 3C-nin hasilinin 2 qatıdır. Demək biz burada nə görürük? A kvadrat çıx B kvadrat, A kvadrat topla B kvadrat çıx 2AB-ni görürük. Yəni A çıx B-nin mötərizə kvadratı. Yəni 2B çıxılsın 3C-nin mötərizə kvadratı. Və ən sonda kvadratlar fərqi düsturu alınacağından, yəni bir şeyin kvadratı çıx, başqa bir şeyin kvadratı. Bir dəfə çıxma, bir dəfə toplama olaraq 2 dənə vuruq seçməliyik. Yəni bir dəfə çıxma, yəni 8A-dan bu ifadəni çıx. Çıxanda işarələri dəyiş. Çıx 2B topla 3C. Digər vuruq isə 8A topla bu ifadə. Yəni 8A topla 2B çıxılsın 3C. Buradan da variant 8A çıx 2B topla 3C. Variantı çox diqqətli şəkildə seçmək lazımdır. Cavab B variantı olacaq. B. Növbəti sualda bir trapesiya verilib. Trapesiyanın oturacaqlarındakı
Oturacaqdakı bucaq 60 dərəcədir. Oturacaqları 16 və 10-dur. Bura 10, bura 16. Bərabər iti bucaq 60 dərəcə, onun perimetrini tapın. Bu trapesiyada 2 dənə hündürlük çəkmək lazımdır. Yəni trapesiyanı həll etmə taktikləri əsasən 2 dənə hündürlük çəkmək və yaxud bunda elə belə bir məlumat olaraq deyim, tərəflərdən birinə paralel çəkib paralelogram əmələ gətirməklə də ola bilir. Yəni iki əsas taktik budur. Bir dənə 10, yuxarı 10-sa aşağıdakı bu düzbucaqlı yaranan hissə, yəni bunlar hündürlükdür. Düzbucaqlı yaranan hissədəki ortadakı uzunluqda 10 olacaq. 16-dan 10 çıxanda qalır 6. 3 sola, 3 də sağa. Bu üç bucağa diqqətlə baxsaq, 90, 60, onda bura 30 dərəcə olmalıdır. 30 dərəcənin qarşısındakı katet 3 olduğundan hipotenuz, yəni trapesiyanın yan tərəfi 6 olur. Trapesiyanın yan tərəfləri 6-dır. Oturacaqları isə 10 ilə 16-dır. O zaman perimetr nəyə bərabərdir? 6 toplansın, 10 toplansın, 6 toplansın, 16 bərabər 38 olacaq. Cavab B variantı. Bu sualı bir nümunə ilə izah etmək istəyirəm. Məsələn, 10 çıxılsın 1 bərabər 9-a. 100 çıxılsın 1 bərabər 99-a. 1000 çıxılsın 1 isə bərabərdir 999-a. Bir dənə də nümunə yazaq. 10.000 çıxılsın 1 isə bərabər 9999-a. Yəni buradan deməyim odur ki, məsələn 100 onun kvadratıdır. 1000 onun kubudur. Yəni onun 10'da 1-dən sonra neçə dənə 0 gəlirsə, onun qüvvəti həmin şeydir. Məsələn, bu da 10 üstü 4-dür. Və baxırıq ki, 0-ın sayı qədər də 9 alınır cavabda. Və bu nümunə üzərindən çözmürük əslində. Aydın məsələdir ki, məsəl üçün 10.000-dən 1 çıxanda artıq bu mərtəbə, yəni 1 olan mərtəbə getmiş olacaq. Qalan sıfırların yerində 9'lar yazılmış olacaq. Ona görə 0 sayı qədər 9 olur. Və fikir veririk ki, həqiqətən də qüvvət sayı qədər də 9 əmələ gəlir. Yəni bu ifadənin cavabı 9, 9, 9, 9'lu bir şey olacaq. 9, 9 amma bilmirik. Amma bilirik ki, 10 üstü n yazılmışdırsa, demək burada n dənə 9 olacaq. N dənə 9 olacaq. Böl 3. Və deyir ki, bu ifadəni rəqəmlə indi və bu 9, 9, 9'lu bir rəqəmi, daha doğrusu bir ədədi 3'ə bölsək, 3, 3, 3, 3, 3 şəklində bir ədəd alınacaq. Və burada neçə dənə 3 var? Təbii ki, n dənə 9 var etsə, n dənə də 3 var. İndi bu ifadənin rəqəmləri cəmi, yəni n dənə 3 varsa, 3 vur n dənə, bərabər 45 olmalıdır. O zaman n nəyə bərabərdir? 45'i 3'ə bölürük, 15. Yəni bu 9, 9, 9 ədədi 15 rəqəmli bir ədəddir. Ya da ki, elə n bərabər 15'dir. Cavab B variantı. Düzbucaqlı üç bucağın iti bucaqlarının tən bölənləri arasındakı bucağı tapın deyir. Bir düzbucaqlı üç bucaq çəkdik. Bu düzbucaqlı üç bucağa bir dənə tən bölən çəkirəm. Bir tən bölən də digər təpədən çəkirəm. Və buraya yazırıq alfa, alfa. Buraya yazırıq beta, beta. Düzbucaqlı üç bucaqda iti bucaqların cəmi nə qədər olmalıdır? Bəli, 90 dərəcə olmalıdır. O zaman alfa toplansın beta nəyə bərabər olmalıdır? 45 dərəcəyə. Və bu aradakı bucağa bir qamma desəm ki, o bucağımı soruşur, onu da bilmirik, iti bucaq deyir. İti bucaqdırsa, onu soruşmayacaq demək. Amma nəsə, mən bu bucağı işarə edirəm. Demək, alfa toplansın beta toplansın qamma bərabərdir 180 dərəcə yazıram. Alfa topla beta 45 olduğundan qamma bərabər 135 dərəcə olur. Amma bizdən bunu mu soruşur? Yox. Kör bucaq yox. İti bucağı soruşur. O zaman bu tən bölənlər arasındakı qamma ilə işarət etdiyim bucağı yox, bu bucağı axtarırıq. O bucaq da qammanın qonşusu 45 dərəcə olacaq. Cavab A variantı. Bir ədədi 20% azaldıb, yəni 100x olan bir ədədi, niyə 100x yazdım? Faizlərini rahat hesablaya bilim deyə. 20% azaldıb, yəni 80x eləyib, sonra isə 4 dəfə artırsaq. 4 dəfə artıranda da 320x olmuş olur. Ədəd necə dəyişər? Ədəd əvvəl nə idi? Ən əvvəl 100 idi. Ən son nə oldu? 320x. Əvvəlcə nə qədər artdığını hesablayaq. Nə qədər artdı? Bax, neçə dəfə, neçə faiz yox. Nə qədər? Plus 220x qədər artıb. Yəni 100-dən 320x-ə qalxıbsa, yəni 100x-dən 320x-ə qalxıbsa, 220x artıb. Və sonra düşünürük ki, bu 220x, yəni bu artım
əvvəlki ədədin, yəni 100x-in neçə faizidir? Və bunda 100% vururuq. Yəni 220x-i 100x-ə bölüb 100% vurursan və nəticədə alınır 220%. Yəni ədəd 220% artmışdır. Ki bunu başqa üsulla belə də eləmək olar. Məsələn 100x 100%dirsə 320x neçə faizdir? Onda da aldığın cavab 320% olacaq. Yenə də 100-dən 320-yə 220% artmışdır deyə bilərsən. Belə. Cavab E variantı. Verilən ədəd üçün təkliflərdən hansılar ya da hansı doğrudur? Biz bilirik ki, rasional ədəddən danışırıqsa, o ədəd kökün içində olmamalıdır. Ya da kökün içində olsa da oradan kəsr şəklində göstərilə biləcək bir cavab çıxmalıdır. Yəni kök işarəsi qalmasa, yəni hesablamanın sonunda kök işarəsindən əsər əlaməti qalmasa, demək o ədəd rasional ədəddir. İndi bu ifadəyə baxıram. Bu ifadəni mən kök altın 4 üstü 3/1 kimi yazmaq istəyirəm. Birinci variantda 4 üstü 3/1-in kvadratı olur və 4 üstü 3/2 olur. 4 üstü 3/2 də kökdən çıxmır. Yəni 4 lap 2-nin kvadratı belə yazsaq, kök altında 3 dərəcədən 4-ün kvadratı olmuş olur. Kökdən çıxmır. Ona görə birinci ədəd rasional ədəddirmi? Xeyr, rasional ədəd deyil. Birinci fikir yanlış. İkinci, yenə 4 üstü ikinci ifadədə 4 üstü 3/1-in qüvvətində 6 yazanda 3/1-i 6-ya vuranda 2 alınır. Yəni 4 üstü 2 edir cavab. 16 edir. Və bu rasional ədəddirmi? Bəli, rasional ədəddir. 2 də doğru deyir. Üçüncüdə qüvvətə 4 yazdıqda 4 üstündə 3/1-in qüvvətində 4 yazıldıqda demək 4 üstü 3/4 alınır. Və bu da kökün dərəcəsində, yəni 4 üstü 4-ə heç hesablamadan 3 yazsaq, bu da 4 üstü 4 olsa, yəni yenə kökdən çıxmayan bir ifadə olur. 4 üstü 4 3 dərəcədən kökdən çıxmır. Yəni lap belə də yoxlasaq 3 2 üstündə 8 yenə də kökdən çıxmır. Ona görə bu irrasional ifadədirmi? Bəli, kökdən çıxmır, irrasional ifadədir. Yəni doğrudur. 2 və 3 doğrudur. 2 və 3. Cavab C variantı. Növbəti sualda bir düzbucaqlı verilib. Ya da şərtdə bir düzbucaqlıdan söhbət gedir. Və o düzbucaqlının diaqonalının 10 sm olduğu, perimetrinin isə 28 olduğu verilib. Perimetr 28-dirsə, A üstəgəl B bərabər 14 olmalıdırmı? Bəli. Çünki perimetr 2 vurulsun A topla B idi. Sonra A topla B 14-dür. Və burada Pifaqor teoremindən danışsaq, Pifaqor teoreminə görə A kvadrat toplansın B kvadrat isə bərabər onun kvadratı 100 olmalıdır. Burada B-ni A ilə əvəz edib, yəni B bərabər 14 çıxılsın A ilə əvəz edib, sonra həmin B-ni burada yerinə yazıb məsələni həll etmək olar. Amma daha bir qısa yolla çözmək üçün belə bir təklif də edə bilərəm. Muxtəsər vurma düsturunun köməkçisindən istifadə etmək olar. Muxtəsər vurma düsturunun köməkçisindən istifadə etsək, yəni A üstəgəl B-nin mötərizə kvadraты çıx 2AB bərabər 100 yazsaq, bu ifadə necə bir şəkil almış olacaq? 14-ün kvadratı, yəni 196 çıxılsın 2AB bərabərdir 100. 2AB 96-dır. 96-nı da yarı bölsək 48 edir. AB bərabər 48. AB bərabər 48, A üstəgəl B isə bərabər 14 olarsa, ki əslində cavabın şifahi olaraq 6 və 8 olduğunu görə bilirik burada əslində. Yəni hasili 48, cəmi isə 14 yəni ədədlər hansılardır? 6 və 8, böyük tərəf 8-dir. Amma bunu həll etmək üçün daha yəni qaydası ilə, üsulu ilə deyək, həll etmək üçün nə etmək lazımdır? B-ni 14 çıxılsın A ilə əvəzləmək lazımdır. B-ni 14 çıx A ilə əvəzləsək, A vurulsun 14 çıxılsın A bərabər 48 yazacaq. Və mötərizəni vurub açıb ifadələri də sağ tərəfə aparsaq, belə bir kvadrat əldə alınacaq. A kvadrat çıx 14A toplansın 48 bərabərdir 0.
Və bu kvadrat tənlikdə də köklər A1 və A2 köklər bərabər 6 və 8 olacaq. Demək A bərabər 6 olarsa 14 çıxa. B bərabər 8 olur. Ya da A bərabər 8 olarsa B bərabər 6 olur. Hər iki halda da böyük tərəf 8, kiçik tərəf 6 olmuş olur. Cavab yenə də 8 alınır. Hesablama başlanğıcı. Hesablama başlanğıcı uşaqlar 0 deməkdir. Ədəd oxumda 0 hesablama başlanğıcı deməkdir. Deməli 2B çıx 7 ədədi hesablama başlanğıcından 5 vahid məsafədə yerləşirsə, deməli 2B çıx 7 ifadəsinin qiyməti ya mənfi 5 olmalıdır, ya da 2B çıx 7 ifadəsinin qiyməti 5 olmalıdır. Əgər ifadənin qiyməti 5 olarsa, B bərabər 6, ifadənin qiyməti mənfi 5 olarsa, B bərabər 1 olmalıdır. B bərabər 1. Və deyir ki, B-nin ala biləcəyi qiymətlərin cəmi B 1 və 6 ola bilər. Ala biləcəyi qiymətlərin cəmi olur 7. Növbəti sual biraz çətin kimi görsənir. Amma biraz məntiqlə tapmalı olacağımız bir sualdır. Daha doğrusu məntiqlə yox, biraz baş sındırmaq lazımdır. Deməli, nə edirik? Bu ifadə nəyə bərabərdir? 2025-ə bərabərdir. O zaman mən 2025-in əvəzinə bu ifadəni yaza bilərəm. Axtarılan şeydə, axtarılan ifadədə. Yəni A kvadrat toplansın. A-da 2025-in 25 ifadəsində 2025-i silirəm. Yerinə A kvadrat toplansın A yazıram. Bu da bərabər A kvadrat toplansın. A-da A kvadrat. Yəni A toplansın. A-da A yəni 1. Və bərabər A kvadrat toplansın A nəyə bərabər idi? Az öncə gördük 2025-ə. O zaman A kvadrat toplansın A ifadəsinin yerinə 2025 yazıram. Toplansın 1 bərabər 2026 edir. Cavab 2026. Diaqonalların say tərəflərinin sayının 3 mislinə bərabər olan düzgün çoxbucaqlının daxili bucaqlarının cəmini tapın. Diaqonalların sayı düsturunu yazaq. Diaqonalların sayı n vurulsun, n çıxılsın 3 bölünsün 2-dir. Tərəflərinin sayı, yəni n, deyir diaqonalların say tərəflərinin sayının 3 mislinə bərabərdir. Yəni n vurulsun, n çıxı 3 bölü 2 bərabərdir 3n-ə. Daxili bucaqlar cəmini axtaracaq burada. Nəysə, buradan n-i tapaq. Demək, n vurulsun, n çıxılsın 3 bərabərdir 6n-ə. N kvadrat çıxılsın 3n, 6n də gətir bu yana, çıxılsın 6n bərabərdir 0. N-i ortaq çıxardığında n vurulsun, n çıx 9 bərabərdir 0. N bərabər 0 ola bilməyəcəyindən, təbii ki, n çıx 9 bərabər 0-dır. N də bərabər 9-dur. Deməli, düzgün çoxbucaqlı olmağın bir önəmi yoxdur bu arada. Daxili bucaqların cəmini tapaq. Daxili bucaqların da cəmi bilirik ki, 180 vurulsun, n çıx 2 düsturuna hesablanır. 180 dərəcə. Buradan da 180 dərəcə vurulsun, 7-ni hesablamalıyıq. Bərabərdir 1260 dərəcə. Cavab 1260. Deməli, uşaqlar, bu ifadə, bu transkripsiya ifadəsi ədədin tam hissəsini tapın deməkdir. Yəni, məsələn, belə bir ifadənin cavabı transkripsiya içərisində 4,2-nin cavabı 4 edir. Məsələn, transkripsiya içərisində mənfi 2,5-in cavabı mənfi 3 edir. Niyə? Çünki mənfi 2,5-in tam hissəsi mənfi 3 edir. Bu iki nümunədən sonra o zaman ifadəyə baxıram. Transkripsiyanın içərisindəki ifadə mötərizədə deyir. Bu, bunu göstər. Transkripsiyanın içərisindəki ifadə x çıx 2 böl 3 ifadəsinin tam hissəsi 4-dür. Yəni, bu ifadənin cavabı 4 tam onda neçəsə və ya 4 falan ola bilər. Amma 5 olmaz. Yəni, bu, əgər 4 tam, elə ki, 4-dən, bax, burada yazırıq bərabərsizliyi ilə. Demək, bu ifadə 4 ya da 4-dən böyükdür, amma 5 deyil. Yəni, burada bərabər yazmırıq. Niyə 5 deyil? Çünki 5 olsaydı tam hissəsi 4 olmazdı. Sonra isə bu bərabərsizliyi həll etsək, bir daha təkrar deyirəm, 4-dən böyük bərabər, 5-dən kiçik. Və bu bərabərsizliyi 2 qat bərabərsizlikdir. Həll etsək, əvvəlcə nə etməliyik? Hər tərəfi 3-ə vurmalıyıq. Və nəticədə nə alınmalıdır? 12 kiçik bərabərdir. X çıxılsın 2. Kiçikdir. 3-ə vurduq 15. Sonra isə hər tərəfin üzərinə 2 gəlməliyik. 14 kiçik bərabərdir. X. O da kiçikdir. 17. Və nəticə olaraq X 14-dən böyük bərabər, 17-dənsə kiçik olmalıdır.
Ala biləcək tam ədədlər hansılardır? 14-dür, 15-dir, 16-dır. Amma 17 olmaz. Bunların da cəmi 45 olmalıdır. Cavab 45. Bu məsələni Euler-Venn, yəni növbəti məsələmiz bu. Bu məsələni Euler-Venn dairələri ilə etsək daha sərfəli olar. Yəni ilk 300 ədəddən bəzi ədədlər var ki, bu ədədlər 6-ya bölünür. Bəzi ədədlər də var ki, bu ədədlər 9-a bölünür. Bəzi ədədlər var ki, bu arada yerləşəcək ədədlərdən danışırıq. Bu ədədlər həm 6-ya, həm də 9-a bölünür. Həm 6-ya, həm 9-a bölünən ədədlər, yəni 6 ilə 9-a əkop tap 18-ə bölünən ədədlərdir. Belə bir şeylə göstərim. Hə. 18-ə bölünən ədədlərdir. Həm 6-ya, həm 9-a bölünən ədədlərdir. Və burada ilk 300 ədəddən burada 300-ün daxil olmadığını əvvəlcə yoxlamaq lazımdır. 300 daxildir. İlk 300 ədəddən, yəni ilk 300 natural ədəddən söhbət gedir. Yəni bölünmə əlamətlərindən danışılırsa, neçəsi 6-ya bölünür. İndi 300-ü 6-ya bölürük. İlk 300-ü 6-ya bölürük. Cavab edir 50. Demək ilk 50 dənə natural, yəni 300 içərisində 6-ya bölünən 50 dənə natural ədəd var. Bunu mavi rənglə yazaq. Bu 50-dir. Yəni bax bu dairə, bu dairəyə daxil olan ədədlərin sayı 50 dənədir. Sonra 300-ü qırmızı rənglə yazaq. 300-ü bölək 9-a. 309-a tam bölünmür, qalıqlı bölünür, amma bizə tam hissə lazımdır. 309-a bölsək 279-a bölünür, oradan nə qalırdı? 30 qalır. 3 də oradan. 279-a bölünsə 33 alınır, səhv hesablamadıqsa. Tam hissəsi 33. Qalığı da boş verin. Qalıq 3-dən o boş verin. Demək 33 dənə ədəd, 33 dənə ədəd, yəni 300-ə qədər, 300 də daxil olmaqla, ilk 300 ədəddən 33 dənəsi də 9-a bölünür. Sonra 18-ə bölünənlərin sayında, yəni bu çevrənin qiyməti, yəni oradakı ədədlərin sayı 33-dür. 300-ü bölək 18-ə, yenə qalığı boş verək, cavab 16. Cavab 16 alınır. Yəni ki, ilk 300 ədəddən 18-ə bölünən 16 dənə ədəd var. Kəsişmə 16-dır. İndi yenə dairələrə, indi keçək Euler-Vennə dairələrə baxaq. Bax, bu dairənin ödəyən ədədlərin sayı 50 idi. 16 dənəsi kəsişmədədirsə, 50-dən 16 çıxırıq, cavab eləyir 34. Bu dairədəki qiymətlərin sayı 33 idi. 16-sı buradadırsa, 33-dən 16 çıxırıq. Burada edir 17. İndi suala gəlirik. Sualda deyir ki, neçə ədəd 6-ya bölünür, lakin 9-a bölünmür. Yəni A çoxluğu, amma B çoxluğu olmasın. A çıx B çoxluğunu soruşur. 6-ya bölünsün, yəni bu dairə, amma 9-a bölünməsin. Yəni bizdən soruşduğu çoxluğun bu hissəsidir. Yəni çoxluğun bu hissəsində cavab nədir? 34. Yəni uzun sözün qısası cavab 34. Biz bilirik ki, paralelogramda tərəflər və diaqonal arasında D1-in kvadratı toplansın D2-nin kvadratı bərabərdir 2 vurulsun A kvadrat toplansın B kvadrat deyə bir düstur var. Paralelogramın tərəfləri 10, 21, kiçik diaqonal isə 17-dir. Yəni bir diaqonal 17, 17-nin kvadratı topla, digər diaqonalın kvadratı bərabərdir 2 vurulsun 10-un kvadratı topla 21-in kvadratı. Buradan da tənliyi həll etsək, D2-nin kvadratı bərabər 793 və buradan da D2 bərabər kök altında 793 alınacaq. Kök altında 793-dən də bir natural ədəd çıxırmı? Çıxmır. Elə cavab kök altında 793 şəklində qalacaq. Düzgün altıbucaqlının, bir dənə düzgün altıbucaqlı çəkirik. Kiçik diaqonalı 12-dir. Düzgün altıbucaqlının kiçik diaqonalı, bu diaqonal 12-dirsə, xaric çəkim çevirən açısını tapaq. Biz bilirik ki, düzgün altıbucaqlıda tərəf A olarsa, kiçik diaqonal A kökdə 3 olur. Böyük diaqonal isə 2A olur. O zaman kiçik diaqonal A kökdə 3-dürsə, yəni A kökdə 3 bərabər 12-dirsə,
A nəyə bərabər olmalıdır? 12 bölünsün kökdə 3. O da bərabər olmalıdır. Məxrəci qoşmasına vuraq və yaxud 12-ni vuruqlara ayıraq. Hansı üsulunu edirsiniz edin. 4 kökdə 3. Tərəf 4 kökdə 3-dür. Tərəf 4 kökdə 3 isə və bir dənə də düstur olaraq bilirik ki, xaricə daxilə çəkilmiş çevirən düstur olaraq ikisini də yazaq. Daxilə çəkilmiş çevirən radiusu A kökdə 3 bölü 2. Xaricə çəkilmiş çevirən radiusu isə A olmalıdır. Bizdən xaric çəkilmiş çevirən radiusunu istəyir. O zaman R bərabərdir 4 kökdə 3 olacaq. Növbəti sual. Mənfi 3x kvadrat toplam 8x toplam 3 ədlisinin ən böyük qiymətini tapmaqdır. Ən böyük qiymət tapmaq bilirik ki 4AC çıx B kvadrat böl 4A düsturu ilə hesablanır. Yəni ki, A-nın əmsalı mənfi olanda axtardığımız qiymət ən böyük qiymət, A-nın əmsalı müsbət olanda axtardığımız qiymət ən kiçik qiymətdir. Ki, burada məsələdə zaten o tənzimlənib, A-nın əmsalı mənfi olduğundan A kvadratın əmsalı, yəni x kvadratın əmsalı mənfi olduğundan axtardığımız qiymət ən böyük qiymətdir. Düsturumuz isə hazır 4AC çıx B kvadrat böl 4A. Yəni 4 vurulsun A, mənfi 3, vurulsun C, vurulsun 13, çıxılsın B kvadrat, yəni 18-in kvadratı 324 edir. Bölünsün 4A. 4 vurulsun mənfi 3. Bu ifadənin də cavabı 40 alınacaq. Cavab 40. Ən böyük qiymət 40-dır. Əlavə bir məlumat olaraq da bizdən soruşsaydı ki, cavab 40-dır bu heç. Bizdən soruşsaydı ki, x-in hansı qiymətində ifadə ən böyük qiymətini alır deyə bir şey soruşsaydı, o zaman biz mənfi B bölünsün 2A düsturundan istifadə edəcəkdik. Onda da mənfi 18 bölünsün 2 vurulsun mənfi 3 yazacaqdıq. 18 bölü 6, onda cavab 3 edəcəkdi. Amma bizdən ən böyük qiymət soruşduğu üçün cavabı 40 qeyd edəcək. Növbəti iki suala baxırıq. ABC bucağında ABC bucağı 60 dərəcədən böyük iti bucaqdır. 60 dərəcədən böyük iti bucaqdır. A tərəfindən alabiləcək qiymətlərə baxaq. Aha, deməli bir dənə 3 bucaq çəkirik. Belə bir 3 bucaq. Bu B bucağı olsun. Bu A, bu da C bucağı olsun. Bu B bucağı əgər 60 dərəcə olsaydı nə olardı? Əvvəlcə bunu yoxlayaq. BC-yə bir dənə 10 deyirik, AB-yə də 16 deyirik. Bu x tərəfini istəsəz kosinuslar teoremi ilə tapa bilərsiniz. Bu da bir üsul. Yəni kosinuslar teoremi ilə tapsaq, x-in kvadratı bərabər 10-un kvadratı toplansın 16-nın kvadratı çıxılsın 2 vurulsun 10 vurulsun 16 vurulsun kosinus 60 2-də 1. Bu da bərabərdir 196 edəcək. Buradan x bərabər 14 eləyəcək. Amma kosinuslar teoremsiz etsək, indi bunu yazıram silirəm, amma siz bunu həllə ətraflı yazmalısınız. Kosinuslar teoremsiz etsək isə belə edə bilərik. C təpəsinə bir hündürlük çəkərik. C təpəsinə çəkilən hündürlük 30, 60, 90 dərəcə üstbucağı yaradacaq. O zaman 30 dərəcənin qarşısı 10-un yarısı olacaq, yəni 5. 16-dan 5 çıxanda qalacaq 11. 60 dərəcənin qarşısındakı katet digər katetdən kökdə 3 çox olmalıydı. Onda 5 kökdə 3. O zaman Pifagor teoremi ilə x kvadrat bərabər 5 kökdə 3-ün kvadratı toplansın 11-in kvadratı bərabər yenə 196 edəcək. X bərabər edəcək 14. X bərabər 14. Yəni 60 dərəcə olsaydı x 14 olacaqdı. Bunu yaddaş saxlayırıq. Bəs 90 dərəcə olsaydı nə olardı? Əgər o A 90 dərəcə olsaydı, yəni B bucağı 90 dərəcə olsaydı, 16 və 10, o zaman bu x tərəfi Pifagor teoremi ilə kök altında 16-nın kvadratı topla 10-un kvadratı olacaqdı. Amma ki, bu B bucağı 60 dərəcə deyil, 60 dərəcədən böyükdür və 90 dərəcədən də kiçikdir. O zaman x tərəfinin alacağı qiymətlər B bucağı 60 dərəcədən böyük olduğu üçün 14-dən böyük olacaq. Və yenə də x tərəfinin aldığı qiymətlər 90 dərəcədən kiçik bucaq olduğu üçün kök altında 16-nın kvadratı topla 10-un kvadratından kiçik olacaq. 16-nın kvadratı topla 10-un kvadratını da hesablasaq 256, 100, 356. Yəni ki, x tərəfi 14-dən böyük
kökdə 356-dan isə kiçik qiymətlər alır. Kökdə 356-nın da qiyməti kökdə 361 19 etdiyindən 18 tam onda neçəsə olmalıdır. Yəni 18 19 arasında bir ədəd olmalıdır. 18 tam onda neçəsə yazaq. Belə bir vergül qoyaq. O zaman x-in ala biləcəyi natural qiymətlər 15, 16, 17 və kökdə 356 18-i seçdiyi üçün 18 də ola bilir. Və bu qiymətlərin cəmi də 66 edəcək. Cavab 66. Keçək digər suala. Digər sualımız müxtəsər vurma üsullarına aid bir sualdır. Bu sualda 74-ün əvəzinə əgər 2 vur 37 yazsaq, müxtəsər vurma üsulu ilə 37 topla 13-ün mötərizə kvadratını alarıq. 37 topla 13 bərabər 50 edir. 50-nin kvadratı bərabərdir 2500. Bizdən bu ifadə natural bölənlərin sayı soruşulur. 2500 sadə vuruqlara ayırsaq, 2 vur, 2 vur, 5 vur, 5, bu 100 oldu. 125 oranında 2500 alınırsa, 2-dən də 5 ona görə yazsaq. Yəni ki, sadə vuruqlara ayırsaq, bölə-bölə də eləyə bilərsiniz bunu. Belə bir ifadə almış oluruq. Yəni ki, 2 üstü 2 vurulsun, 5 üstü 4. Natural bölənlərin sayını tapmaq üçün qüvvətlər bir vahid artılıb hasil tapılmalıdır. Yəni 2 üstəgəl 1 vurulsun, 4 üstəgəlinsin 1, 3 vurulsun 5 bərabərdir 15. Cavab 15. Son iki suala baxaq. Hipotenuzu 18 olan düzbucaqlı üçbucaqda. Deməli, bir düzbucaqlı üçbucağı belə çəkmək istəyirəm. Bu şəkildə bir düzbucaqlı üçbucaq çəkirəm. Düzbucaq təpəsi vuram. Düzbucaq təpəsindən çəkilmiş hündürlük. Düzbucaq təpəsindən bir dənə hündürlük çəkilir. Və o hündürlük hipotenuz 18 olduğunda qeyd edək, yaddan çıxmasın. Hündürlük onu iki üçbucağa ayırıb. Bu üçbucaqların xariclərinə çəkilmiş çevrələrin mərkəzləri arasındakı məsafə. Bu üçbucaqlar necə üçbucaqlar oldular? Düzbucaqlı üçbucaqlar oldular. Burada bir rəngi dəyişək. Biz bilirik ki, bir düzbucaqlı üçbucağın xaricinə çevrə çəkildikdə o çevrənin mərkəzi hipotenuzun ortasına düşür. İndi düşünək, soldakı düzbucaqlı üçbucağın xaricinə çevrə çəksək, o çevrənin mərkəzi bu hipotenuzun ortasında olmalıdır. Bu düzbucaqlı üçbucağın xaricinə çevrə çəksək, o çevrənin mərkəzi isə təbii ki, bu hipotenuzun ortasında olmalıdır. Və biz bu ortaları birləşdirdikdə nə almış oluruq? Bəli, düz deyirsiniz, orta xətt almış oluruq. O zaman orta xəttdə nəyə bərabərdir? 18 bölünsün 2 bərabərdir 9. Ətraflı yazıda bu fikirləri çox dəqiqliklə ifadə edin. 85-ci sualda ABC 40 dərəcə olarsa, heç şərti oxumadan 40 dərəcəni görən kimi AC qövsünə tez 80 dərəcə yazırıq. BC 210 olduğu verilib. AB qövsünün dərəcə ölçüsü də x olsa, x toplansın 210 dərəcə toplansın 80 dərəcə bərabər 360 dərəcə olarsa, x bərabər 70 dərəcə olacaq. Cavab 70 dərəcə. Bununla da bütün izahlar, 11-ci sinifin izahları bitdi. Ümid edirəm ki, faydalı olmuşdur. İmtahanda hər birinizə uğurlar.